Bugünkü mövzumuz Azərbaycanın tektonik zonaları və geoloji quruluşudur. İlk öncə başlayaq Azərbaycanın tektonik zonaları haqqında danışmağa. Azərbaycanın ərazisinin formalaşması Mezozoyun sonunda, Kaynozoyun əvvəlində baş verib və Ərəbistan tavası ilə Şərqi Avropanın toqquşması nəticəsində ərazi formalaşıb. Yəni buradan belə bir nəticə çıxarırıq ki, Azərbaycan litosfer tavalarının toqquşma sərhəddində yerləşir. Və buna görə də deyə bilərik ki, Azərbaycan bütövlükdə geosinklinalda yerləşir. Yəni Azərbaycanın ərazisi geosinklinal ərazidir. Geosinklinal ərazi nəyə deyirdik? Hardakı tektonik proseslər intensiv baş verir, zəlzələlər baş verir, həmin ərazilər geosinklinal ərazilərdir. Və geosinklinal ərazilərdə tektonik proseslərin nəticəsində enmələr və qalxmalar yaranırdı. Geosinklinal ərazilərdə biz qalxmalara antiklinallar, enmələrə isə sinklinallar deyirik və respublikamızda 2 antiklinal, 3 sinklinal sahə var. İlk öncə bu antiklinal və sinklinalları deməzdən əvvəl onu qeyd edeyim ki, Azərbaycanın ərazisi 5 tektonik zonaya ayrılır. Bu tektonik zonalara Ön Qafqaz çökməsi, Böyük Qafqaz qalxması, Kür dağarası çökəkliyi, Kiçik Qafqaz qalxması, bu ərazilərdə daxildir Kiçik Qafqaz qalxmasına, bir də Araz əyilməsi. Həmçinin Talış dağları da Kiçik Qafqaz qalxmasına aiddir. Az əvvəl qeyd elədim ki, respublikamızda 2 antiklinal, 3 sinklinal ərazi var. Antiklinallar qalxmalar idi, sinklinallar enmələr. Həmin o 2 antiklinal, Böyük Qafqaz qalxması və Kiçik Qafqaz qalxmasıdır. Burada ora aiddir. Sinklinallara isə Ön Qafqaz çökməsi, Kür dağarası çökəkliyi və Araz əyilməsi. İndi isə gəlin görək bu tektonik zonaların tərkibinə hansı ərazilər daxildir, hansı düzənlik və yaxud da dağlar aiddir. İlk öncə başlayaq Ön Qafqaz çökməsindən, bu ərazidən. Xəritədə də gördüyümüz kimi bura Şollar düzü, Samurdəvəç ovalığı və Qusar maylı düzənliyi aiddir. Daha sonra keçək Böyük Qafqaz qalxmasına. İndi isə gəlin görək bu tektonik zonaların tərkibinə hansı ərazilər daxildir, yəni hansı düzənlik və yaxud da dağlar aiddir. İlk öncə başlayaq Ön Qafqaz çökməsindən, bu ərazidən, yəni bura xəritədə də gördüyümüz kimi Şollar düzü, Samurdəvəç ovalığı və Qusar maylı düzənliyə aiddir. Keçək Böyük Qafqaz qalxmasına. Bunu bu xəritədə göstərmək istəyirəm ki, siz hissələri aydın şəkildə görə biləsiniz. Böyük Qafqaz qalxması bu ərazidir və gördüyünüz kimi daxilində Baş Qafqaz silsiləsi, Sudur silsiləsi, Yan silsiləsi, burada gördüyünüz Qovdağ, Niyaldağ, Ləngəbiz, Ələt, Dübrar, Təngi, Beşbarmaq və Qobustan alçaq dağlığa aiddir. İndi bunların hər birinin tərkibində zirvələr var, onları qeyd edəcəm. Gəlin baxaq. Hətta burada baxaq. Baş Qafqaz silsiləsi Kinov-Rosso zirvəsindən başlayaraq Baba dağa qədər davam edir. Və burada gördüyünüz Kinov-Rosso, Qutondağdır, Ahvay, Salavat, Məlkəmüd, Bazar düzü, Tufandağ, Salavat, Babadağ. Daha sonra Heydər Əliyev zirvəsi də var, Çingiz Mustafayev, Raqda. Bir də Bazaryurt zirvələri, deməli, Baş Qafqaz silsiləsinin üzərində olan zirvələrdir. İndi gəlin baxaq. Burada Sudur silsiləsi yerləşirdi. Burada isə Yan silsilə yerləşir. Yan silsilənin üzərində Yarıdağ, Şahdağ və Qızılqaya zirvələri yerləşir. Hündürlükləri isə gördüyünüz kimi Yarıdağ 4116 metr, Şahdağ 4243 metr, Qızılqaya 3726 metrdir. Daha sonra burada Dübrar silsiləsi var və üzərində Dübrar zirvəsi yerləşir. 2205 metrdir. Bu hissələrdə Qovdağ və Niyaldağ yerləşirdi. Daha sonra bu hissədə Təngi Beşbarmaq idi. Bu hissədə Ləngəbiz silsiləsidir.
Baxın, buradan bura qədər Ləngəbis silsiləsidir. Burada isə Ərəz silsiləsi yerləşir. Və bu hissə Qobustan alçaq dağlığıdır. Qobustan alçaq dağlığının ən hündür zirvəsi Gezəki dağıdır və 1047 metrdir. Bir də Böyük Qafqazın tərkibinə Abşeron tirəli təpəli düzənliyə aiddir, yəni bu hissə. Bir də Böyük Qafqaz tektonik zonasının tərkibinə Yaşma düzü aiddir, yəni daxildir. O da burada yerləşir bu hissədə. İndi isə keçək Kür-Araz dağarası çökəkliyindən. Bu gördüyünüz ərazi Kür-Araz dağarası çökəkliyidir. Və bu tektonik zona sinklinalda yerləşir. Kür və Araz çaylarının. Baxın, bu Kür çayıdır. Bu isə Araz çayıdır. Hər ikisi də görürsünüz Kür dağarası çökəkliyindən keçir. Bu çayların gətirdiyi çöküntülərlə zəngindir, yəni alüvyal çöküntülərlə zəngindir. Kür-Araz ovalığı. Ümumiyyətlə Kür dağarası çökəkliyi sinklinalda yerləşsə də, onun tərkibində qalxmalar və enmələr var. İndi gəlin görək bunlar hansılardır. Deməli, düzənliklər burada enmələr olacaq. Başlayaq buradan. Gəncə Qazax düzü. Görürsünüz, buradan daxilində Xunan düzü də yerləşir. Gəncə Qazax düzüdür. Qarabağ düzüdür. Qarayazı düzüdür. Daha sonra Hərəmi, İncə və Gəyən düzləri. Mil düzü Araz və Kür çaylarının arasında yerləşir. Şirvan düzü, Mığan düzü Araz çayının sağ sahilində yerləşir. Cənub-şərqi Şirvan düzü, Salyan düzü və Lənkəran ovalığı enmələrə aiddir. Bir də burada, bir də Qanıq Əyri çay qeyd etməyi unutdum. Qanıq Əyri çay düzüdür və Acınahur düzü. Bunlar hər biri enmələrdir. Bir də dedik ki, Kür dağarası çökəkliyinin daxilində qalxmalar da var. Qalxmalar hansılardır? Baxın, bu hissədə, bu qəhvəyi rənglənmiş hissədə Ceyrançöl yerləşir və burada bir zirvə var. Yəni Kür dağarası çökəkliyinin həm də ən hündür zirvəsidir. Bu zirvə Çobandağ zirvəsidir və hündürlüyü 890 metrdir. Yenə də qeyd edirəm, Kür dağarası çökəkliyinin ən hündür zirvəsi Ceyrançöldə Çobandağ zirvəsidir. Hündürlüyü 890 metrdir. Daha sonra burada Palantökən silsiləsi yerləşir bu hissədə. Bu gördüyünüz Mingəçevir Soğan var, mavi rəngli görünən. Onun cənubunda Bozdağ silsiləsi, şimalda isə bu hissədə Xocaşin silsiləsi yerləşir. Bir də Kür dağarası çökəkliyində bu hissədə Qaraməryəm tirəsi. Bu hissədə Qaraməryəm tirəsi yerləşir. Daha sonra gəlin baxaq Kiçik Qafqaz qalxmasına. Bu indi göstərdiyim ərazi və ərazi daxildir tərkibinə. Gəlin buradakı silsilələrə baxaq. Silsilələr Murğut silsiləsi, Şahdağ silsiləsi, Qoşqar, Qafqanqala, Murovdağ, Qaraqaya, Xocayurt, Qarabağ silsilələri daxildir. Volkanik yayla bura daxildir. Bu hissədə Yazı yaylası yerləşir. Daha sonra keçək Naxçıvan ərazisində. Dərədəyə Zəngəzur silsilələri. Burada Əznəb, Kükü, Darıdağ, Sarıdərə. Bunlar hər biri Kiçik Qafqaz qalxmasına aiddir. Burada isə Talış dağlarında Talış, Peştəsər, Buravar və Diznon silsilələri Kiçik Qafqaz tektonik qalxmasına daxildir. Daha sonra Naxçıvanda bu Sədərək, Şərurbeyi, Düz, Naxçıvan, Gülüstan, Yaycı və Ordubad düzlərindən Gülüstan düzü, Yaycı düzü və Ordubad düzləri Kiçik Qafqaz qalxmasına daxildir. Digər bu gördükləriniz isə Araz əyilməsinin tərkibinə daxildir. Və onu da qeyd edeyim ki, Kiçik Qafqaz qalxmasının ən hündür zirvəsi Zəngəzur silsiləsində yerləşən Qapıcıq zirvəsidir. Hündürlüyü 3904 metrdir. Böyük Qafqazda da qeyd eləməmişdim. Böyük Qafqazın isə ən hündür zirvəsi Bazardüzü zirvəsidir və hündürlüyü 4466 metrdir. Azərbaycan geosinklinal ərazidə yerləşir dedik və buna görə Respublikamızın ərazisində zəlzələlər baş verir. Əsas zəlzələ zonaları Böyük Qafqazın cənub yamacıdır. Böyük Qafqazın cənub yamacı. Burada əsasən Şamaxı ərazisində. Kiçik Qafqazın Gəncə zonası, yəni bu ərazilər və Naxçıvanda Qapıçıq zirvəsinin ətrafı. Əsas zəlzələ zonaları bu ərazilərdir və burada bu saydığım ərazilərdə 8-9 bala qədər zəlzələlər olur. Daha sonra 7 ballıq zəlzələlər harda baş verir? 7 ballıq zəlzələlər Kür-Araz ovalığında, Abşeron Qobustanda, Qusar Mayli düzənliyində, Talış dağlarında, Lənkəran ovalığında baş verir. 6-7 ballıq zəlzələlər İsmayıllıda, Ağdaşda, sonra Abşeronda və Zaqatala ərazisində baş verir. Azərbaycanın geoloji quruluşundan danışaq. Əvvəlcə Paleozoy, Mezozoy və Kaynozoy dövrlərində Azərbaycanda hansı proseslər baş verib?
onlardan danışmaq istəyirəm. Başlayaq Paleozoydan. Yəni təxminən 400-450 milyon il əvvəl Azərbaycanın ərazisi bütövlükdə